Hər kəsə salam, kanalıma və yeni vloquma xoş gəlmisiniz. Bilənlər mənim qoçaqlığımı bilir. Mən o qədər qoçağam ki, bir ayda vloqları çəkmişəm, üst-üstə yığılıb və paylaşmamışam. Bugün eləyərəm, sabah eləyərəm və vloqlar qalıb. Həm də düzü əvvəl videolarım, vloqlarım yaxşı izlənilirdi, amma indi son vaxtlar bilmirəm YouTube məni qabağa atmır, ya kəşfətə salmır, videolarım izlənmir. Mən də biraz həvəsdən düşmüşəm sözün düzü. Amma dedim yox, eyb yox. Yenə də izlənməsə də, baxış sayı az da olsa, mən yenə də qoy düzəldim, videolarımı paylaşım. Onu da deyim ki, takipçilərimin az olmasına baxmayaraq, direktdən mesajlar alıram ki, video paylaşmırsınız, haçan video paylaşacaqsınız, çəkəndə biraz uzun olsun, videolar tez qurtarır və belə mesajlar alıram. Ona görə də biraz daha doğrusu həvəslənirəm ki, yox, qoy çəkim, az da olsa takipçilərim, hörmət eləmək lazımdır. Əlbəttə ki, qoy çəkim, baxsınlar. Sizə maraqlıdırsa, nə xoş mənə. Deməli, 1 iyun Uşaqlar Günü münasibəti ilə yoldaşımgildə işdə tədbir keçirdilər uşaqlara görə və bütün işçilərin ailələrini dəvət eləmişdilər. Həmin gün bizim bağçada da tədbirimiz var idi və biz bağçaya getmədik, yoldaşımın iş yerinə getdik. Çünki həmişə onların tədbirləri daha maraqlı olur, daha əyləncəli olur. Bu dəfəki tədbir də maraqlı və fərqli oldu. Mən özüm də çox əyləndim və mənə də maraqlı oldu. Yoldaşım gildə elədir ki, gözləmirlər hər hansı bir bayram olsun, seyran olsun, işçiləri təbrik eləsinlər və yaxud işçilər üçün nəsə eləsinlər. Normal günlərdə də işçilərini həvəsləndirmək üçün xırda hədiyyələr, jestlər edirlər və inanın ki, mən orada işləməsəm də mənim özümə belə xoş gəlir və öz iş yerlərimlə də müqayisə edirəm. İnanın ki, bizdə peşman idi, kimsə sənə gətirib bir konfet versin. Az qala ərizə, izahat yazırdın ki, valla bu konfeti mən götürmək istəmirdim. Bu gətirib, özü verib. Alanı da peşman edirdilər, gətirəni də peşman edirdilər. Hətta heç yadımdan çıxmaz, bir dəfə bir tədbir eləmişdi. Valideynin biri bizə bir yekə gül gətirmişdi. İnanın ki, bizim ixtiyarımız olmadı ki, o gülə ümumiyyətlə yaxın gedək, əl vuraq, ya o güldən bir dənə yarpaq özümüzə götürək, yadigar saxladaq ki, haçansa bizə belə bir vinok veriblər, gül veriblər. Yəni dəhşət. Şükür bugünümüzə deyib keçək vloqumuza. Bizdə uşaqlar evdə nə qədər dalaşsalar da, bir-birini yola verməsələr də, çöldə bir-birlərinə qarşı bir o qədər diqqətlidirlər. Elə orada da fikir verirdim, bir-birlərini qoruyurdular və buna doğrudan da çox sevinirəm. İstəyirəm ki, bacı-qardaş mehriban böyüsünlər. Biz özümüz bacı-qardaşlıqda mehriban, şükür Allaha yaxşıyıq. İstəyirəm ki, uşaqlarım da bizə oxşasınlar o cəhətdən. Tədbirimiz bitdi, hədiyyələrimizi aldıq və yoldaşımgilin ofisi mənim atamgilin evinə çox yaxındır. Ona görə də oradan çıxıb düz papagilə getdi. Yoldaşımın çünki başqa işləri də var idi və o öz işlərini qutarana qədər mən at ocağımda qaldım, belə deyim. İyun Uşaqlar Bayramı münasibəti ilə uşaqlara həm müəllimələri, həm də tədbir aparmışdıq. Oradan hədiyyələr verdi. İndi bir-bir onları sizə göstərəcəm. Bu boksu sağ olsun Nurayın müəlliməsi hazırlayıb yığıb. Əslində Nuray həmin kursa getmir, çıxıb. Ancaq ki, yenə də həmin kursa Ayaz gedir, həmin müəlliməyə, məktəb hazırlığına və Ayaza yığıb deyə bir boks. Nuraya da yığıb ki, uşaq. Yəni düşünüb də uşaq tək qalmasın, seçilməsin, ayrılmasın, sağ olsun. Çox incə, düşüncəli bir xanımdır, müəllimədir və xəcalət verir eyni zamanda da. Mən Nurayın boksu, Nuray çox bəyəndi bu arada öz boksunu. Dünən baxıb, amma bugün sizinlə də bir baxırıq. Belə bir kaşlyokdur, penal deyim, kaşlyok deyim. Nuray bunları öz kosmetikasını yığacaq, belə fikirləşir. Belə gloss. Parfum, açaq, açmışıq, bir dəfə baxmışıq. Belə. Oy. Neyse. Belə.
Nuray çox xoşladı bu darağı. Belə bir daraqdır. Belə bir daraqdır və aynası da var. Rezinlərimiz, qələmimiz, bu da broş imiş. Belə. Nədir? Belə bir rezin daha və düzgün. Bu Nurayın, bu da Ayazın boksu. İlk öncə belə bir burlyok, Ayaz Spiderman'i xoşlayır və ona görə oğlan üçün belə bir rəngləmə, album və Ayazın əsas hədiyəsi belə bir termos. Sağ olsun, çox sağ olsun. Ayaz çox bəyəndi bunu. Salfet, qayçı, ruçka, qələm kim nə deyir və bu da belə bir pozan. Ayaz hamısını çox bəyənib. Çox sağ olsun. Bunu isə tədbirə getmişdi yoldaşımın iş yerində və orada verdilər. Belə bir orada ozma stendi var idi və uşaqlara belə hədiyyələr paylayırdılar. Belə bir kitabdır, rəngləmə kitabı, rəngləmə və içində tapşırıqları var. Və belə biskolatalar, stenddə çox şey var idi, çox şey uşaqlar götürürdü. Nəsə, bizimkilər yarısını yedilər, yarısı da bunlardı. Belə bir çöp qalıb. Ozma konfetlərindən götürüblər. Belə bir puzzle da verdilər. Ozma şəklidir. Birini Nurayla yığmışıq dünən. Bu Ayazın da yığılmamış. Ayaz üçün yığacaq. Puzzle xoşlayır Ayaz. Və şarlar hamıya paylayırdılar. Bir də əsas hədiyyə isə bunlardan ibarət idi. Bunu Ayaza verdilər. Bunu Nuray, birinci Nuray bunu vermişdilər. Nuray gəldi, qaça-qaça mənə verdi ki, saxladım. Özü geçsin, oynasın. Bir də görəm ki, yenə də əlində yenə var. Görüblər ki, əli boşdur, yenə veriblər uşağa. Nəsə, bunu inşallah mən edəcəm. Bunu Nurayla Ayaz və Saqqız. Dünənki tədbir anamgilin yanındaydı. Ona görə yoldaşım bizi qoydu mamagilə. Özü işə təzdən qayıtdı. İşində idi olan tədbiri. İşə təzdən qayıtdı və biz də mamagilə gedəsi oldu. Papam da gördü, gəlmişik. Bizə uşaqları abur-cubur aldı. Belə bu kukulukdan. Bu mənim sevimlim, bizim sevimlimiz. Və Nasura və Saqqız. Eyni şey Ayazda da var və məndə də var idi. Mən özüm üçün orada yedim, uşaqlara qoymadım, icazə vermədim. Abur-cubur uşaqlara olmaz. Nəsə belə, eyni zamanda uşaqların bayramını təbrik eləmək üçün pul da vermişdi hədiyyə. Belə, dünənki günümüzün qısa özəti. Hədiyyələrimizi bəyəndiniz, bəyənmədiniz, ən çox hansı hədiyyəni bəyəndiniz, ən çox sənə hədiyyə eləsələr, bəyənərsiniz, sevinərsiniz. Zəhmət olmasa mənə yazın, bilim, maraqlıdır. Mənim favori hədiyyəm var aralarında, ancaq deməyəcəm. Qoy məndə qalsın. Mən özüm də boyama işlərini sevirəm. Elə oturdum uşaqlarla birlikdə mən də boyadım. Elə nə qoymuşdularsa kraskalar, hansı rənglərdə qoyaclar qoymuşdularsa, onlardan da istifadə elədik. Çünki bu kraskalardan evdə yoxdur. Daha necə bəzədik, alındı, alınmadı, bəyəndiniz, bəyənmədiniz. Bilmirəm, əsas odur ki, biz özümüz əyləndik, qəşəng vaxt keçirdik, dincəldik. Doğrudan da nəyisə rəngləmək məni sakitləşdirir. Sözün düzü, onu da etiraf edim ki, mən artıq son vaxtlar uşaqlara maraqlı oyuncaq alanda, məsələn, mıncıq yığmaq, şəkil rəngləmək, xana doldurmaq, belə bir şeylər
Alanda çalışıram ki özüm üçün də alım. Çox vaxt elə özümə alıram. Uşaqlar qalır qıraqda. Çünki çox əylənirəm. Bizim vaxtımızda elə şeylər yox idi. İndi isə hər şey var, amma uşaqlarda o maraq yoxdur. İnanın ki, alıram bunlara oyuncaq, puzzle olsun, Lego çizgi oyunlar olsun. Alıram və sonra da özüm oynayıram həmin oyuncaqlarla, həmin kitablarla. Burada da bu balaca heykəlləri rənglədim, bitirdim. Sonra gördüm ki, yox, darıxıram. Dedim, qoy gedim, rəngləmə gətirim və rəngləyim. Uşaqlar öz heykəllərini bitirənə qədər mən də rəngləyib bitirdim. Düzdür, bu balaca heykəlləri rəngləməyə maraqlıdır. Amma rənglənəndən sonra bunları hara qoyacağım həmişə fikirləşirəm. Bilirəm ki, çoxu bunları evdə dekor kimi istifadə eləyir. Amma mən evdə dekorları sevmirəm ümumiyyətlə. Elə bilirəm artıq işdir. Onların tozunu almaq, onlara baxmaq lazımdır və xoşlamıram belə şeyləri. Ona görə də həmişə belə şeyləri saxlatmaq mənə çətin olur. Bunlara da Allah kərimdir, evdə bir yer tapacağam. Artıq iyun ayına keçmişik. Biz hələ indi qartalını mübarək edirik. Mən həmişə qartalını qaynadanda, düz uşaqlar təmizləyir, yer göy qabıq olur. Ancaq mən həmişə qaynadanda sapları ilə bir yerdə qaynadıram. Çünki sapların özünün xeyri var börəklərə falan. Yəni çay, bunu əslində saxladırlar, qurudurlar ki, çayını dəmləsinlər. Mənim elə hüsələm yoxdur, qurudum eləyim. Ona görə xeyrindən istəyirəm ki, belə istifadə eləyim də, belə çalışıram, belə istifadə eləyim. Həmişə qaynadanda ya altına qoyuram, ya üstünə qoyuram, belə. Yəni bu əslində bu qaraları çox da saxlatmıram, indi uşaqlar atıblar. Bu qaralarını yığışdıraq. Təmiz olanlarını, ataq belə. Təmiz olanlarını həmişə qardalı ilə bir yerdə qaynadıram. Təmizləsin, qoyaq qaynasın, yeyək. Biz qızlar, əmim qızları və bacılarım nə vaxtdan da planlayırdıq ki, birlikdə çıxaq gəzək, səhər yeməyi yeyək. Ancaq ki, heç cürə alınmırdı. Bu arada bu Kəndi Festə istədik gedək. Bağlı idi, gecə açılacaqdı, isti idi və gedə bilmədik. Nəysə, sözüm onda deyil. Nə vaxtdan da planlayırdıq ki, qızlar çıxaq bir yerdə, uşaqlarsız, bir yerdə oturaq, səhər yeməyimizi yeyək, sonra düşüb şəhəri gəzək. Və elə olurdu ki, alınmırdı. Nəhayət ki, şeytanın qıçını sındırdıq və qəşəng gəzdik. Bu arada bu maşınlar bulvardaydı və bulvardakı maşınlar çox rahat idi. Mən bir çox yerdə maşınlara minmişəm və həmişə maşınlar bir-birinə toqqaşanda adam çox pis olur, çox silkələyir adamı. Amma burada elə bir şey yox idi, çox yaxşı idi. Yəni yenə minsəm uşaqları da belə ürək rahatlığı ilə mindirərəm bu maşınlara. Və ən əsası da yeri düppədüz idi, heç bir qüsuru yox idi və maşınlar çox rahat gedirdi. Qiyməti də bir nəfər üçün 10 dəqiqəsi 3 manat idi. Məncə biraz qiyməti bahadır, amma yenə də rahatlığına görə dəyər. Maşınlarımızı sürdük, inanın o qədər əyləndik ki, 10 dəqiqə necə keçdi, heç bilmədik. İndi deyəcəksiniz ki, bu maşın nədir ki, bu qız bu maşına minməyib, belə tərifləyir. İnanın biz gedəndə uşaqlarla gedirik, hərəmiz bir uşaqla otururuq, mən oğlumla otururam, yoldaşım qızımla oturur və uşaqlar maşınları özləri sürürlər, biz sadəcə olaraq kömək edirik. Çalışırıq ki, uşaqların günü xoş keçsin, maraqlı keçsin. Özümüz isə ayrıca yoldaşımla çıxanda gəzməyə, inanın bu maşına minmək heç yadımıza düşmür ki, özümüz də minək, cavanlıq, əylənək uşaqlarsız. Amma arada belə şeylər diləmək lazımdır. İnsanın əhval-ruhiyyəsi qalxır doğrudan da. Səhər yeməyimizi yedik, dedik, güldük, əyləndik. Biz ümumiyyətlə hamımız yeyimcilik, səhər yeməklərini ümumiyyətlə sevirik. Çöldə yeyəndə isə xüsusi bir sevirik, xüsusi bir ləzzəti olur. Qoy onu da deyim, ürəyimdə qalmasın. Bəzi adamlar var ki, səhər yeməyini çöldə yeməyi mənasız görür. Yəni deyir ki, o yağa, pendirə, yumurtaya mən o qədər pul vermərəm çöldə, ondan sonra özüm evdə bişirib yeyərəm. Bunlardan biri də mənim böyük bacımdır ki, biz onu heç cürə razı sala bilmədik. Yeməyinə yedi, amma dedi ki, yox, səhər yeməyini çöldə yemək çox mənasızdır, artıq puldur. Mən isə elə düşünmürəm, hər şeyin öz dadı var. Evdə hazırlanan səhər yeməkləri bir başqa olur. Çöldə sənin üçün hazırlayırlar, gedib hazır süfrəyə oturursan, onun dadı da bir başqa cür olur. Bəs siz səhər yeməyi haqqında nə fikirləşirsiniz? Evdə yeməkmi, yoxsa çöldə yemək? Bu arada mən videolarımı səsləndirərkən elə olur ki, cümlə quruluşum düzgün olmur, sözləri səhv deyirəm və yaxud hər hansısa bir sözdəki hərfi səhv deyirəm. Videomu kanalıma yükləyəndən sonra görürəm, onda da gec olur düzəltmək. Ona görə də bu başdan üzürlü sayın.
Yaxşı deyil bu qapaqlı içcə. 3 manat, 3 dənə içcə. Həm qiyməti münasibdir. Çikomiko. Həm də ki içindən oyuncaq çıxır. Məktəbdə doğum günü olanlar, məsələn, uşaqları alıb paylamağa maraqlı ideyadır. Geçən uşaqlara paylamışdılar. Baxdım ki içindən hədiyyə də çıxdı. Qiymətdə münasibdir. Vlogum hələ bitmir, amma mən sizinlə burada sağollaşım. İnşallah gələn vloglarda görüşənədək. Videolarımı bəyənib yorum yazmağı unutmayın. Təbii ki kanalımı da takip edin. Bu dəfəlik də bu qədər. Allaha əmanət olun, sağ olun. Amangildən gəldiyini demədən göstər. Amma bu səfər bacımın paylarıdır. Deməli bacım rayondan gəlir, o Cəlilabadda yaşayır. Hələmizə bir belə kaset deyirlər, çeyrək gətirmişdi. Bir də mən ona yarpaq tapşırmışdım ki, qəşəng yarpaq oldu, al, mənim üçün tut, o da sağ olsun. Alıb, qəşəng bağlayıb. Burada deyəsən 3 kilo yarpağın bankası olmalıdır. Qəşəng skoç qoyub. Bacımın əlindən belə şeylər çox qəşəng gəlir. Nəysə, indi bunları yuyum, uşaqlar yesin. Bunları da yığın bir yerə qalsın. İnşallah nuşu canlıqla bişirərəm, yeyərik. Onları indi çeyrəkləri yuyum, uşaqlar yesin. Bunlara da bir yer tapım evdə qoyum, qalsınlar. İndi bilmirəm bu qədəri bizə çatar, yoxsa yox.